Şəkər məsələsi də bir böyük sosial problemdir şəkər. Şəkər, doktor deyir, mən neyim, özümü saxlaya bilmirəm. Əsəbləşirəm, yeyirəm. Nə qədər eləyirəm, gecə durur, saat 3-də yeyirəm. Elə şey mi olur? Sən yedin, səhərə qədər mədə-altı vəzi dincəlmədi, qaraciyər dincəlmədi, mədə-bağırsaq dincəlmədi, ürək dincəlmədi, heç nə dincəlmədi. O daimi gərginlikdə bu orqanlar nə qədər işləyə bilər? Bir də var, sistemləşdirirsən, gəzirsən, bol miqdarda suyunu içirsən, axşam saat, günortadan sonra dediyim kimi kortizolu artıran qidalar qəbul eləmirsən ki, son nəticədə insulin ifrazı artacaq və bütün səhərə qədər orqanlar işləyəcək. Sən onu istirahət versən, dərin yatacaqsan və səhər də çox rahat şəkildə yuxudan oyanacaqsan. Ona görə də qidalanma rejimi şəkər xəstələri üçün çox vacibdir. Deyir, doktor, mən onda insulin niyə vurdururam ki? Və şəkər tabletləri niyə içirəm? Deyirəm, niyə içirsin? Deyir, mən onu eləyirəm ki, istədiyimi yeyəm. Deyirəm, olmaz. Yeyirsən, özün bilərsən, ancaq olmaz. Məndən soruşursansa olmaz. Ona görə də şəkər xəstələrinə tövsiyəm budur ki, hər axşam yatmamışdan bir kəsə qatığa onlar darçın tozu əlavə eləsinlər. Çox gözəl, çox gözəl, çox dadı da, özü də əladır. Sonra təbii ki, mədə-altı vəzinin funksiyasını yaxşılaşdırmaq üçün də sarıkök, kurkumin və zəncəfildən istifadə etmək çox gözəl effekt verir.